Salam müəllimlər, axşamınız xeyir olsun. Müəllimlər, 5 situasiya atmışdım sizə. Gəlin həmin 5 situasiyanın izahına baxaq. Biraz çətinlik çəkmisiniz. Bəzi müəllimlər də sualları göndərmişdi mənə, müəyyən səhvlər var idi. Ümumiyyətlə situasiya necə işlənilir, onun qaydasına baxacağıq. Başlayaq müəllimlər. Bir də onu qeyd edim ki, ümumiyyətlə situasiya işləyəndə variantlara hələ ki baxmayın. Sadəcə şərtinə baxın və nəticə çıxartmağa çalışın. Deyir, layihə çərçivəsində şagirdlər sosial medianın psixi sağlamlığına təsirlərini araşdıracaqlar. Burada dayanırıq müəllimlər. Növbəti sualı hələ cümləni oxumayın. Görün sizdən nə istəyir. Deməli, şagirdlər bir layihə üzərində işləyəcəklər və burada əsas məsələ sosial media, yəni sosial şəbəkələr insan psixologiyasına necə təsir edir. Baxın, onun üzərində işləyirlər və şagirdlər onu araşdıracaqlar. Bununla bağlı şagirdlərin xeyli sayda onlayn resurslardan araşdırmaları üçün uyğun olanları seçib istifadə etməlidirlər. Yəni, ümumiyyətlə onlayn şəkildə bizə nə lazım ola bilər? Yəni, doğru məlumatlar əldə etdiyimiz saytlar falan lazım ola bilər və şagirdlər də bunlardan istifadə edəcəklər. Və bu situasiyada verilənlərə əsasən hansı fikir doğrudur və sizdən doğru fikri istəyir. Elə A variantına baxın. Tapşırıq şagirdlərdə savadlılıq kompetensiyasını və rəqəmsal savadlılıq bacarığını formalaşdırmağa xidmət edər. Müəllimlər, mən sizə savadlılıq kompetensiyasını keçmişdim. Savadlılıq kompetensiyası nə idi? Yəni, nitqin funksional qrammatikası, zəngin lüğət ehtiyatı və şagirdlər burada araşdırma edəndən sonra ünsiyyətdən istifadə edəcəklər. Və əlbəttə ki, araşdırdıqları və nəticəyə gəldikləri ki var, gözəl ünsiyyət bacarığı lazımdır ki, onları təqdim etsin. Və Pilus'da onlayn şəkildə araşdırma etdiklərinə görə rəqəmsal savadlılıq da şagirdlərdə formalaşacaq. Doğru cavab A variantı. Keçən ikinci sualımıza bir dəqiqə müəllimlər. Müəllim dərs zamanı qrup işindən istifadə etməyi planlaşdırır. Təsadüfi seçimlə şagirdləri qruplara ayırır. Burada dayanırsınız, getməyin irəliyə. Görün sizdən nə istəyir? Deyir, müəllim dərs zamanı qrup işindən istifadə etməyi planlaşdırır. Yəni, bir müəllim kimi bugünkü təlimdə mən qrup işindən istifadə edəcəm. Təsadüfi seçimlə şagirdləri qruplara ayırır. Yəni, bəzən olur ki, müəllimlər, biz püşkatma yolu ilə falanla uşaqları qruplara ayırırıq. Və bu zaman baxır, görür ki, yəni bu qrup digərindən fərqlənir. Yəni, bir qrupa ancaq zəiflər, digər qrupa isə yalnız güclülər də olur. Müəllim qruplardakı balanssızlığı aradan qaldırmaq üçün müxtəlif qabiliyyət, xüsusiyyət və potensiallı şagirdlərdən ibarət yeni qruplar yaradır. Yəni, elə qrup yaradır ki, o qrupda həm zəif olsun, həm güclü olsun, həm də orta səviyyəli şagirdlər olsun. Deyir, bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğrudur? Müəllimlər, ümumiyyətlə ola bilər ki, onu qeyd edim ki, sizə situasiyanı oxuyursunuz, A-da, B-də, C-də, D-də və E variantı da sizə doğru gəlir. Amma burada əsas diqqət edəcəyiniz nüans nədir? Ona diqqət edin ki, müəllimin məqsədi burada nədir? Baxın, müəllim nə üçün götürdü qrupları təzədən ayırdı, təzədən balanssızlıq var idi, onu düzəltdi, yoluna qoydu ki, qruplar yəni eyni səviyyədə olsunlar. Burada axı bir məqsəd var. Deməli, müəllim nəyə əməl edib? Bərabər imkanları təmin edib. Cavab elə variantı. Keçək üçüncü suala. Müəllim dərs zamanı şagirdlərin diqqətini cəlb etmək üçün filmdən müharibə səhnəsi göstərir. Bax, diqqətini cəlb etmək sizə nəyə xatırladır müəllimlər? Keçmişik. Motivasiya mərhələsi. Bax, motivasiya mərhələsində müharibə səhnəsi göstərir. Sonra dərsin gedişatında şagirdləri heterogen qruplara ayırır. Heterogen nə idi müəllimlər? Şagird müxtəlifliyinin nəzərə alınması. Amerikada vətəndaş müharibəsi ilə bağlı araşdırmağı tapşırır. Baxın, müəllimlər, diqqətli olun. Amerikada baş verən vətəndaş müharibəsini şagirdlər araşdıracaqlar. Və bunu müəllim olaraq tapşırıq kimi verir. Deyir, qiymətləndirmə meyarlarından biri etibarlı mənbələrdən istifadədir. Yəni, Amerika müharibəsini gərək getsin doğru, düzgün mənbələrdən araşdırsınlar və müəllim şagirdləri bu bacarığa görə də qiymətləndirəcək. Görək daha sonra nə deyir? Deyir ki, şagirdlər internetdə müxtəlif mənbələrdən axtarış apararkən müharibənin səbəbləri ilə bağlı ziddiyyətli məlumatlarla rastlaşırlar və fərqli mənbələri araşdırmağa davam etmək qərarı verirlər. Yəni, hansı ki, məsələn, bir mənbəyə girirlər, Amerikada baş verən müharibələrlə bağlı, tutaq ki, bu məlumatı gördülər. Digər mənbəyə girəndə artıq onun əksi yazılır və onlar da görürlər ki,
Deməli, burada doğru mənbə yoxdur. Daha doğrusunu araşdırmaq üçün biraz da irəli gedirlər. İndi bizə nə deyir? Deyir ki, bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğru deyil? Müəllimlər, burada bir dənə E variantına baxın. Orada fəal vətəndaş mövqeyi var. Fəal vətəndaş mövqeyi mən sizə demişəm ki, öz ölkəmizlə bağlıdır. Biz öz ölkəmizin iqtisadiyyatın, siyasi baxımından, ümumiyyətlə, yəni ölkəmiz haqqında məlumat alırıqsa, informasiya toplayırıqsa, maraqlanırıqsa, araşdırırıqsa, bu bizim fəal vətəndaş mövqeyi olan səriştəmizdən söhbət gedir. Amma orada söhbət Amerikada baş verən müharibədən gedir. Burada biz necə bunu götürə bilərik? Bu səhvdir. Y variantı olacaq bizim doğru cavabımız. Çünki Y variantında fəal vətəndaş mövqeyi var, amma bizdə isə burada mədəni müxtəlifliyə hörmət olmalı idi ki, çünki başqa ölkədən söhbət gedir. Müəllimlər, keçək 4-cü testimizə. Müəllim şagirdlərə ev tapşırığı olaraq dərsdə öyrənilən mövzularla bağlı əlavə materialları internetdən araşdırmağı tapşırır. Lakin şagirdlərin bəzilərinin evdə internetə çıxışının olmamasına nəzərə alıb, bəzi mənbələri çap edib sinifdəki qutuya yerləşdirir ki, ehtiyacı olanlar götürsün. Müəllimlər, baxın, tutaq ki, siz şagirdlərə evdə hər hansı bir araşdırma işi tapşırırsınız. Amma dərsi planlaşdıranda öncədən fikirləşirsiniz ki, bəzi şagirdlərin interneti olmaya bilər. Həmin şagirdləri nəzərə alıb, bir neçə mənbədə məlumat toplayıb, bir qutuya qoyursunuz və sinifdə şagirdləri təqdim edirsiniz ki, ehtiyacı olan bu qutudan götürə bilər. Bax, burada da bir məqsəd var. Yəni, müəllim bunu elə-belə etmədi bu işi. Deyir, bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğrudur? Gəlin, baxaq. Deməli, burada da bir şey var idi. Müstəqil öyrənmə deyil variantı. B də deyil, müəllimlər. C variantı, bərabər imkanlar yenə təmin olundu. Gördünüzmü? Bütün şagirdlər üçün müəllim bərabər imkanları təmin edir ki, yəni bəzi şagird ola bilər internetləri var, amma bəzilərində bu yoxdur. Keçək 5-ci suala. Müəllim sinifdə aktiv şagirdlərdən birinin sosial bacarıqlarında, eləcə də emosional vəziyyətində qeyri-stabillik müşahidə edir. Stabillik nədir, müəllimlər? Qeyri-stabillik. Məsələn, bir şagird tutaq ki, həmişə pozitivdirsə, artıq bir dəfə negativ olursa, deməli, şagirdin həyatında nəsə baş verir. Və müəllim bunu hiss edir. Bunun səbəbini araşdırmaq üçün şagirdi xüsusi olaraq müşahidə altına alır. Eyni zamanda valideynlə əlaqə saxlayaraq müəyyən məlumatlar əldə edir. Buna əsasən məktəb psixoloquna müraciət edir. Verilmiş situasiyada müəllimin fəaliyyəti ilə bağlı hansı fikir doğrudur? Görürsünüzmü, müəllimlər? Bir var müəllim bundan yan keçsin. Bir də var ki, müəllim artıq şagirdi müşahidə edəndə qeyri-stabillik gördüsə, bunu artıq valideynlə də əməkdaşlıq edir və məktəb psixoloqu ilə də əməkdaşlıq edir. Şagirdlə də danışır. İndi bizə deyir ki, buna əsasən məktəb psixoloquna müraciət edir. Aha, doğru fikir istəyir yenə bizdə müəllimlər. Gəlin baxaq. Müəllim həmkarları ilə əməkdaşlıq etmək vəzifəsini yerinə yetirir. Etik davranış qaydalarından ictimai etimad. Xeyr, ictimai etimad deyil. İctimai etimad pis bir məlumatın ictimaiyyətə yayılmasının qarşısını alırdıq. Bu deyil. Müəllim valideynə övladı ilə bağlı informasiya vermək vəzifəsini yerinə yetirir. Müəllim etik davranış qaydalarından peşəkarlıq və fərdi məsuliyyət prinsipinin tələblərini qoruyur. Müəllimlər, cavab B variantı. Çünki həm valideynlə əməkdaşlıq etmək müəllimin vəzifəsidir, həm də ki, deməli, etik davranış qaydalarından peşəkarlıq və fərdi məsuliyyət. Müəllim burada peşəkar davranış göstərir, nə lazım idisə onu da etdi. Ona görə cavabımız olacaq B variantı, müəllimlər. Təşəkkür edirəm, çox sağ olun. Gecəniz xeyrə qalsın.